Salam dəyərli izləyicilər, dəyərli Qarabağ sevərlər, olduqca möhtəşəm xəbərlərlə qarşınıza gəlmişəm. Qarabağ komandası çoxsaylı transferlər reallaşdırır. Eyni zamanda Qarabağdan da çoxsaylı futbolçular ayrılacaq. Bir sözlə, Qarabağ dağılır, yenidən qurulur. Sona qədər izləsəz bütün bu xəbərlərdən və digər maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Sadəcə videonu sona qədər izləmək, videonu bəyənmək, kanala abunə deyilsinizsə, abunə olub bildirişləri açıq tutmaq və şərhlər bölümündə öz fikirlərinizi mütləq yazmağınızı xahiş edirəm. Çünki sizin fikirləriniz əsasında videolarımız formalaşır. Siz dəstəyinizi əsirgəməyin. Mən isə olduqca maraqlı xəbərləri sizin nəzərinizə çatdırmağa başlayım. Məşhur Transfermarkt portalı Azərbaycan Premyer Liqasına çıxış edən futbolçuların yeni bazar dəyərini açıqlayıb. Siyahıda yer alan ilk 10 futbolçunun 9-u Qarabağın şərəfini qoruyur. Ölkə çempionatımızın ən bahalı oyuncusu Qarabağın yarım müdafiəçisi Leandro Andrade'dir. Onun bazar dəyəri 3 milyon avrodur. Kobe Verdili oyuncunun qiyməti ötən illə müqayisədə 500 min avro yüksəlib. Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadənin dəyəri də eyni qədər artıb. Onun bazar dəyəri hazırda 2,5 milyon avrodur. Axundzadənin komanda yoldaşı Kade Borges də eyni dəyərə malikdir. 2,5 milyon avro. Azərbaycan Premyer Liqasının ən bahalı 10 futbolçusunu sizlərə təqdim edirik. Birinci yerdə Leandro Andrade, Qarabağ komandasının futbolçusu 3 milyon avro. İkinci yerdə Nəriman Axundzadə, Qarabağ komandasının futbolçusu 2,5 milyon avro. Üçüncü yerdə Kade Borges eyni dəyərə malikdir. Qarabağ komandasının futbolçusudur. Dördüncü yerdə Mateusz Kochalski 2 milyon avro. Qarabağ komandası. 5-ci yerdə Toral Bayramov, Qarabağ komandası 1,8 milyon avro. 6-cı yerdə Aleksey Kaşuk, hal-hazırda Qarabağ komandasının futbolçusu və 1,8 milyon avro dəyərində qiymətləndirilir. 7-ci yerdə Pedro Bicalho, Qarabağ komandasının futbolçusu 1,5 milyon avro. 8-ci yerdə Emanuel Addayi, Qarabağ komandasının futbolçusu 1,5 milyon avro. 9-cu yerdə Elvin Cəfərquliyev, Qarabağ komandasının futbolçusu 1,5 milyon avro. 10-cu yerdə Timoteusz Puchac, Sabah komandasının futbolçusu 1,5 milyon avro qiymətində dəyərləndirilir. Sizcə bu ümumiyyətlə dəyərləndirmə nə dərəcədə doğrudur? Hansı futbolçunun dəyəri daha yüksək olmalıdır? Hansı futbolçunun dəyəri daha aşağı olmalıdır? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın. Dəyərli izləyicilər, futbolçuların transfer dəyərinin dəyişməsi təbii ki, komandaların ümumi transfer dəyərinə də təsir edir. Belə ki, Qarabağ komandası təqribən 4 milyona yaxın dəyər yüksəldərək 28,5 milyon avroya yüksəlib. Qeyd edim ki, daha əvvəlki transfer dəyəri 24,7 milyon avroya bərabərdir. İkinci yerdə Sabah komandasıdır, hansı ki, qış fasiləsinə çempion kimi yola düşən Sabah komandasının transfer dəyəri 16 milyon 600 min avroya bərabərdir. Üçüncü yerdə Zirə komandasıdır, 13 milyon 900 min avro. Dördüncü yerdə Neftçi komandasıdır, 12 milyon 130 min avro. Daha sonra Turan Tovuz komandası 10 milyon 300 min avro. Sumqayıt komandası 6-cı pillədə qarşılaşıb 8 milyon 980 min avro, təqribən 9 milyona yaxınlaşır. Və 7-ci yerdə Araz Naxçıvan komandasıdır, 8 milyon 950 min avro. Başlı Sumqayıtla bərabərdir transfer dəyəri. Daha sonra 8-ci yerdə Şamaxı komandasıdır, 6 milyon 550 min avro. 9-cu yerdə Kəpəz komandası 6 milyon 380 min avro. 10-cu yerdə İmişli komandası 5 milyon 200 min avro. 11-ci yerdə Qəbələ komandası 4 milyon 300 min avro və sonuncu pillədə Karvan Yevlax komandasıdır, 4 milyon 180 min avro. Sizcə hansı komandalar dəyərinə görə performans göstərmir, hansı komandalar dəyərindən artıq performans göstərir? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın. Dəyərli futbol sevərlər, dəyərli Qarabağ sevərlər, ilk öncə Qarabağ komandasından transfer xəbərlərini sizlərin nəzərinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi Qarabağ komandası Çempionlar Liqasında uğurlu çıxışı ilə bir sıra klubların diqqətini çəkib və Qurban Qurbanov da açıqlamasında bildirdi ki, Qarabağın 90% futbolçusuna müştəri var və onlar daha çox futbolçuları
belə deyək, razı salıb, amma kluba daha çox təzminat ödəmək istəmirlər. Amma bura uşaq bağçası deyil, Qarabağ uşaq bağçası deyil. Əlbəttə, Qarabağ komandasını ilk öncə razı salmaq lazımdır deyə Qurban Qurbanov bildirmişdi. Bəli, belə bir vəziyyətdə Qarabağ komandasını Qurban Qurbanov Çempionlar Liqasının 7-ci turunda Eintrachtla qarşılaşmaya çıxardacaq. Çox gərgin bir mübarizə gözləyir bizi. Çünki Qarabağ komandası növbəti mərhələ üçün son şansı ola bilər. Çünki son turda Liverpoolu məğlub etmək çətin olacaq. Ona görə Eintrachtı Bakıda məğlub eləmək niyyətindədir Qarabağ komandası. Amma futbolçuların fikirləri havadadır. Təbii ki, əgər futbolçulara yüksək maaş təklif olunursa, onlar da klublarını razı salıb, ayrılıb həmin klublara keçmək istəyirlər. Amma Qarabağ komandası buna icazə vermir və belə olduqda təbii ki, futbolçular Qarabağdan narazı düşürlər və təbii ki, bu oyun performanslarına da mütləq təsir göstərəcək, təəssüf ki. Təbii ki, Qarabağ komandası da transferlər etməyə çalışır. Qış transfer pəncərəsində komandanı daha da gücləndirmək və hal-hazırda əlində olan heyəti Qurban Qurbanov saxlamağa çalışır. Bunu nə qədər bacaracaqlar görəcək, amma mənim fikrimcə qış transfer pəncərəsində Qarabağdan bir sıra vacib futbolçular ayrılacaq. Həmçinin bir sıra transferlərdə reallaşdırılacaq. Belə ki, Qarabağ qış transfer pəncərəsində heyətinə yeni hücumçu qatmağı planlaşdırır. Afrika mətbuatına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu mövqe üçün əsas hədəflərindən biri Belçikanın Liej klubunun futbolçusu Ömər Dioufdur. 22 yaşlı Senegallı forvard Belçikanın Saint-Truiden'də, eləcə də İspaniyanın 2-ci divizyon klublarının maraq dairəsindədir. Diouf'un Liej ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun transfer dəyəri 500.000 avro təşkil edir. Bəli, Qarabağ komandası Junior'u da geri qaytarmağa çalışırdı, lakin bu futbolcu artıq Pumas klubuna keçdi. Meksikada çıxış edəcək. Ola bilsin ki, gələcəkdə, qarşıdakı illərdə Juninho geri qayıtsın. Amma Flamengo məhz Qarabağdan 5 milyonu aldığı futbolcunun daha ucuz qiymətli Qarabağa qaytarmağı münasib bilmədi. Ola bilsin ki, dolayısı yollar, necə ki, Kadi Borges Krasnodardan başqa bir kluba keçdi. Daha sonra Ferencvaros'a səhv eləmirəmsə keçdi, oradan Qarabağa gəldi. Eyni zamanda bax, Juninho da eyni senari ola bilər. Pumas'a keçsin və Pumas'dan Qarabağa gəlsin. Görəcəyik qarşıdakı aylarda, qarşıdakı illərdə bu reallaşacaqmı? Və Qarabağ komandasının daha bir transfer etmək istədiyi qeyd olunan, daha doğrusu Qarabağa təklif olunan futbolcu Renat Dadaşovdur. Bu mövsüm Motorun heyətində istədiyini əldə edə bilməyən milli hücumçu özünə klub axtarır. Hətta Porsche klubun bu addımı atdığı deyilir. Məlumata görə yerli hücumçu menecerlər vasitəsilə Qarabağ komandasına təklif olunub. Bu mövsüm klubu ilə 12 oyuna çıxan 26 yaşlı hücumçu qol və asist edə bilməyib. Bilmirəm, Qarabağ komandası Renat Dadaşovu transfer edərmi, etməzmi? Milli komandamızın futbolçuları Qarabağın düşərgəsindədir. Söhbət Musa Qurbanlı, Nəriman Axundzadə, Ramil Şeydayevdən gedir. Bir də bir mahirlə Renat qalıb. Bilmirəm, Renat Qarabağa fayda verə bilərmi? Siz də öz fikirlərinizi yazın. Fiziki möhkəm futbolçudur, hündür boyludur, amma son illər enişdədir Renat Dadaşov. Qarabağ üçün nə qədər faydalı ola bilər? Siz də öz fikirlərinizi yazın. Qarabağda sözsüz ki, bir sıra ayrılıqlar olacaq. Eyni zamanda komandada artıq yaşlı futbolçular da var. Məsələn, Bədavi Hüseynov bu mövsümün sonunda daha doğrusu Qarabağla ayrılacaq, yollarını ayıracaq. Bundan əlavə Kevin Medina ilə müqavilə 2027-ci ildə başa çatır. Qarabağ komandası artıq bu futbolçu ilə müqaviləni uzatmaq niyyətində deyil. Ona görə də yeni mərkəz müdafiəçilər transfer etməyi planlaşdırır. Köhnə hazırda Kəpəzin klubunda çıxış edən Jefferson Bentonu heyətinə qatmaq istəyir. Ağdam təmsilçisi 23 yaşlı müdafiəçini Kevin Medina'nın potensial əvəzləyicisi kimi görür. İddialara görə 2027-ci ilin yayına qədər müqaviləsi olan Medina komandanın gələcək planlarında yer almır. Şərtlər uyğun olduğu təqdirdə Braziliyalı futbolçu növbəti mövsümdən etibarən Qarabağın formasını geyinəcək. Qeyd edək ki, Jefferson bu mövsüm Kəpəz heyətində 17 oyunda iştirak edib,
onun Gəncə klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Yəni Qarabağ komandası heç bir təzminat ödəmədən bu futbolçunu yayda öz düşərgəsinə qata biləcək. Siz nə düşünürsünüz? Qarabağın düşərgəsində hansı futbolçular getməlidir? Məncə artıq kifayət qədər yaşlı futbolçular var. Onları da əvəzləyici futbolçular artıq yetişməlidir. Komandada gəncləşmə siyasəti sürətli aparılmalıdır. Həmçinin qapı xəttində Kohalskinin müştəriləri kifayət qədər çoxdur. Hal-hazırda Kohalskinin ümumi transferləri 2 milyon göstərilsə də Transfermarkt saytında Qarabağ komandası düşünürəm ki, bugün onun satışından ən azı 10 milyon qazana bilər. Bugünkü performansı ilə görək Qarabağ Kohalskini saxlaya biləcəkmi, yoxsa satacaqmı? Hər halda Qarabağ artıq qapıçı axtarışındadır. Bunu da anonsunu verim. Yaxın günlərdə hansı qapıçılarla danışıqlar gedir, onu da sizin nəzərinizə çatdırarıq. Qarabağın oyun üslubu elədir ki, adətən dayaq yarım müdafiəçilər daha çox önə çıxırlar. Çünki rəqib hücumlarının qarşısının alınmasında, yeni hücumların qurulmasında dayaq yarım müdafiəçilərin funksiyaları daha çox önə çıxır. Və belə olduqda təbii ki, dayaq yarım müdafiəçilərimiz bir sıra klubların diqqətini çəkirlər. Məsələn, Romao yarıca gəlirsə, Avropaya getdi. İndi Marko Yankoviç və Pedro Bicalio da bir sıra klubların diqqətindədir. Xüsusilə Pedro Bicalio'nun, daha doğrusu Marko Yankoviç'in Yunanistanın Olympiakos və Panathinaikos klublarının, həmçinin Xorvatiyanın Dinamo Zagreb komandasının maraq dairəsində olduğu bildirilir. Qeyd edim ki, yaydan bəri bu danışıqlar davam edir, amma yayda bu danışıqlar baş tutmamışdı, müsbət yekunlaşmamışdı. Maraqlı bir açıqlamada Qurban Qurbanovdan gəlmişdi. O demişdi ki, futbolçulara yaxşı təkliflər edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb, belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir. Düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90%-nə təklif var. Biri Yaponiyadan, digəri Dubaydan zəng edir. 30 yaşlı Marko Yankoviç'in Qarabağla müqaviləsi 2027-ci ilin yayında bitir. O cari mövsüm 20 oyunda 4 qol vurub və 2 məhsullar ötürməklə yadda qalıb. Bəli, dəyərli dostlar, təbii ki, Qarabağın uğurlu çıxışı bir sıra klubların diqqətini çəkib və belə təkliflərin olacağı normaldır. Amma təbii ki, Qarabağ komandası da yaxşı təzminat qarşılığında futbolçuları buraxa bilər. İndiki halda xüsusilə nəzərə alsaq ki, Çempionlar Liqasında hələ ki yoluna davam edir və şanslarımız var ki, növbəti mərhələyə yüksələk. Amma təbii ki, bu təkliflər futbolçuların başlarını biraz gizəlləndirə bilər və Qarabağın Çempionlar Liqasındakı oyunlarına sözsüz ki, mənfi təsir göstərə bilər. Bu arada Marko Yankoviç də Instagram səhifəsində paylaşım edib və maraqlı bir açıqlama yazıb. 30 yaşlı yarımmüddətçi bu ilin uğurlu keçdiyini vurğulayıb. İlin sonu çətinliklər, inkişaf və həm də meydanda, həm də meydandan kənarda bir çox uğurlu il oldu. Görülən işlərə, insanlara, dərslərə, prosesə və keçirilən yola görə minnətdaram. Qarşıda məni nələrin gözlədiyini görmək üçün səbirsizlənirəm. Əslində bu açıqlaması ilə Marko Yankoviç sanki Qarabağdan ayrılmaq üzrə olduğunu göstərməyə çalışıb. Hər halda ayrılsa belə Qarabağ üçün faydalı olsun, ən azından büdcəni yüksəltməyə kömək eləsin. Amma düşünürəm ki, Qarabağda qalsa daha faydalı ola bilər. Siz də bu barədə öz fikirlərinizi yazın. Sizcə Marko Yankoviç getsinmi, yoxsa qalsınmı? Bu barədə fikirlərinizi mütləq şərhlər bölümündə yazın. Bu arada dayaq yarım müdafiəçilərin bir sıra klubların diqqət mərkəzində olduğu barədə bir qədər öncə danışdım. Braziliyanın Botafogo komandası da Qarabağın futbolçusu Pedro Bicalio'nu transfer etməkdə israrlıdır. Braziliya təmsilçisi daha əvvəl oyuncu üçün Ağdam klubuna 2 milyonluq təklif göndərmişdi. Bu dəfə isə təklifi bir qədər də yüksəldiblər. 24 yaşlı yarım müdafiəçi üçün köhnə atlara 3 milyon avro ödəməyə hazır olduğunu bildiriblər. Qarabağ hələlik bu təklifə rəsmi cavab verməyib. Braziliyalı futbolçu ilə Portuqaliyanın Braga və Türkiyənin Sivasspor klubları da yaxından maraqlanır. Qeyd edək ki, Pedro Bicalio Portuqaliyanın Alverca klubundan Qarabağa transfer olunub.
Düşünürəm ki, Qarabağ komandası azı 5 milyon avro tələb edəcək bu futbolçu üçün. Orta məxrəcə gələ biləcəklərmi? Yaxın günlərdə, yəni ki, bu barədə xəbərimiz olacaq. Sizcə Pedro Bicalho Qarabağda qalsa faydalıdır, yoxsa yüksək məbləğə satılsa daha məqsədə uyğundur? Fikirlərinizi şərhlər bölümündə qeyd edin. Qarabağdan ayrılacağı gözlənilən digər futbolçu isə Nəriman Axundzadədir. Bildiyiniz kimi Nəriman Axundzadəyə də diqqət olduqca böyükdür. Eyni zamanda Nəriman Axundzadənin məhz Qarabağda özünü hal-hazırda xoşbəxt hiss etməməsi də bunlara təsir edə bilər. Səbəb odur ki, Qarabağ azarkeşləri ciddi şəkildə Nəriman Axundzadəni tənqid edirlər və artıq futbolçu bunlara tab gətirmək niyyətində deyil. Qış transfer pəncərəsində çox güman ki, Nəriman Axundzadə başqa kluba keçəcək. Asiya klublarından təklif var, hətta yerli klublardan Nəriman Axundzadəyə təklif var, Avropa klublarından təklif var. Malmö klubunun məhz Qarabağın futbolçusu ilə yaxından maraqlandığı bildirilir. Molde komandasının yaxından Nəriman Axundzadə ilə maraqlandığı bildirilir. Türkiyə klublarının və bir sıra Polşa klublarının da məhz Nəriman Axundzadə ilə maraqlandığı qeyd olunur. Nəriman Axundzadə çox güman ki, Asiya yox, Avropa klublarından birini seçəcək. Hətta atası da açıqlama vermişdi ki, bütün bu tənqidlər onun psixoloji durumuna təsir edir. Ona görə də real yaxşı təklif olarsa, Avropa klublarından birinə keçməyi tövsiyə etmişəm oğluma. Belə bir açıqlama vermişdi Nəriman Axundzadənin atası. Yəqin ki, Nəriman artıq Qarabağdan ayrılacaq. Sizcə bu gənc futbolçu Qarabağ üçün faydalı olacaqmı? Məncə faydalı ola bilər Qarabağda qaldığı halda. Siz nə düşünürsünüz? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın. Nəriman Qarabağda qalmalıdırmı, yoxsa getməlidirmi? Fikirləriniz bizlər üçün maraqlıdır. Qarabağın digər futbolçularına da təkliflər var. Söhbət məsələn Addaydan gedir. Söhbət Leandro Andrade'dən, Elvin Cəfərquliyevdən, Mateus Koharskidən və Mateus Silvadan gedir. Təbii ki, bu futbolçular da diqqət mərkəzindədir. Avropanın bir sıra klubları yaxından maraqlanırlar. Həmçinin Tural Bayramov haqqında da bəzi xəbərlər var. Təbii ki, müəyyən dəqiqləşdirmələr apardıqdan sonra növbəti verilişdə hansı komandalar bu futbolçuları transfer etmək istəyirlər, tam dəqiq məlumatları sizin nəzərinizə çatdıracaq. İnşallah ki, Qarabağ üçün uğurlu olar. Ya başqa komandaya transfer olunsalar böyük təzminat ala bilər Qarabağ komandası, ya da Qarabağ komandasında qalarlar və uğurlu yola davam edərlər. Siz də öz fikirlərinizi yazın. Adlarını saydığım futbolçulardan hansı Qarabağda qalmalıdır mütləq, hansı Qarabağdan getməlidir? Bu barədə fikirlərinizi yazın gəlsin. Azərbaycan idmanında 2025-ci ilin ən yaxşıları bəlli olub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən qala mərasimində Qarabağ 2 nominasiyada ən yaxşılar sırasında yer alıb. Buna komandamızın il ərzində qazandığı nailiyyətlər səbəb olub. Klubumuz 2024-2025 mövsümündə Azərbaycan çempionu adını 12-ci dəfə qazanıb ardıcıl. 12-ci dəfə Avrokubokların qrup mərhələsinə yüksələn Qarabağ Çempionlar Liqasında da tarixi uğura imza atıb. Komandamız ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib. Bu uğurların nəticəsində Qarabağ ilin ən yaxşı kişi komandası seçilib. Komandamızın baş məşqçisi Qurban Qurbanov isə ilin ən yaxşı kişi məşqçisi adına layiq görülüb. Uğurlar diləyirəm həm Qurban Qurbanova, həm də Qarabağ komandasına, ümumiyyətlə Azərbaycan futboluna uğurlar dilək. İnşallah yaxşı olar. Bu sizə çatdıracağımız sonuncu xəbərdir. Düşünürəm ki, sizlər üçün maraqlı xəbərlər oldu. Hələ ki, videonu bəyənməmişsinizsə, bəyənin. Şərhlər bölümündə fikirlərinizi yazmamışsa yazın. Dostlarınızla videomuzu və kanalımızı paylaşmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə deməzdən öncə ekranda gördüyünüz videolardan birini izləməyi tövsiyə edirəm. Hələlik.